Müəllim, bax bu filtrlər belə dəyişəcəksiniz. Birinci bunu vurursunuz bu şəkildə hamısını. Üstündə vurursunuz. Bax bu hissələrinə atverkanı bax bu şəkildə bura salırsınız. Bu birinci filtridir. Sağdakı. Qaldırdınız. Bax bunların hamısını qaldırırsınız. Bu şəkildə çıxdı. Dəyişilməsi bir 3-4 dəqiqə vaxt aparır. Rahat bir şeydir. Ondan sonra bunlar уже gəldi qabağa. Sonra bu çıxmır deyənə bunu aşağıdan çıxardırsınız. Orasını belə tutmaq lazımdır ki, buradan su yerə tökülməsin. Çıxartdınız. Bunlar da hazır. Bu birinci, ikinci, üçüncü filtr. Dəyişiləndə də ki, bu şəffaf içi görünən bu birincisidir. Su yuxarıdan gelir. Bu hissəsi, bu çıxıntılı hissəsi girişidir. Çıxıntı olmayan hissəsi çıxışıdır. Su da burada yuxarıdan girir. Ona görə bu hissəsi yuxarıda olur. Bu aşağı qoşulur ki, ikinci filtri qoşmaq olsun bura. Bu birincisidir. Üstünə segment yazılır. PP spam. Bu ikincisidir. Tərpədəndə içindən səs gəlir. Bu ikinci filtridir. Kömür filtr. Bunun girişi buradandır. Ona görə bu şəkildə qoşulur. Su buradan girdi, buradan çıxdı. Bunlar taxıldı bura. Bu şəkildə. Bu bura qoşuldu. Qaldı üçüncüsü. Üçüncüsü də budur. Kuto yazılır üstünə. Sto. Bu üçüncü, bu preslənmiş kömür filtridir. Bunun da birinci aşağısı taxılır. Taxıldı bura. Bunlar da bu şəkildə yuxarı. Ondan sonra qabaqda olanlardan bu sonuncu filtridir, dad filtridir. Dad filtri də bu şəkildə yenə eyni qaydada çıxardırıq. Git buradan kızım, gel buradan. Eyni qaydada da çıxırıq. Bura qaldı, burada mineral filtri. Bunda da eyni qaydada su yuxarıdan girir, bu çıxıntı tərəfdən aşağıdan çıxır. Birinci alt tərəfini taxırsınız ki, rahat olsun. Sonra buradan suya açırsınız. Bu filtrləri yuyursunuz. Dadından mineral. Bir dənə qaldı membran filtri. Onu değiştir. Membran filtri də bu şəkildə. Burasını basırsınız. Bunu bastınız səri. İki əlinizlə tutdunuz. Geri çəkirsiniz. Bu çıxdı. Ondan sonra qapağın iki əlinə açmaq lazımdır. Açarsınız da açmaq olur. Əllə də açmaq olur. Hürsü rahat açıldı. Bu şəkildə belə açıldı. Bu membran filtridir. Əsas filtri. Ondan sonra baxın burada yer var. Deşik var burada. Buradan atverk ilə tutub bu şəkildə qaldıracaqsınız. Biraz çətin çıxa bilər bu. Amma çıxır. Su tökülsə problem yoxdur. Onu silmək olur için. Gidin de buradan ben şu an. Asıl su tutduğunu təmizləyəm. Şəkildə qoydunuz bura. Git ya kızım, git sen. Bunu membranı qoyanda bu əsas filtridir. Burada açılmaq yeri var bunun. Xət burada da. Ha. Xət buradadır amma yerini kəsmir. Bunu qoyanda membranın üstünü basmaq olmaz qətiyyən. Buradan tutursunuz, bu şəkildə salırsınız bura. Bir də burada aşağıda kanalizasiyası da var. Onu da mütləq dəyişmək lazımdır. Filtrlər dəyişəndə onu da mütləq dəyişmək lazımdır. Bunları da bu şəkildə qoydunuz. Biri buradan, biri buradan, biri də buradan. Ondan sonra bunu da saldınız buradan. Onu birbirine bağlayalım. Bir dənə qaldı, bu. Bu kanalizasiyasıdır. Bu vacibdir. Filtri dəyişəndə bunu dəyişmək lazımdır. Bu zavadskoy üstündə olanda, buradan bu şəkildə çıxır. Şöyle. Bunlarda belə şpilka olur. Bu zavadskoy üstündə gələndim. Onu heç dəyişməklər, amma vacibdir dəyişmək. Bu çıxır, üstündən şpilka var.
Köhnə modellərdə bu var idi. İndi yoxdur bu şpilka. İndikilərdə şpilka yox. Ha baxsın çıxıq deşinə. Görsünüz çətin çıxır. Niyə çətin çıxır? Köhnə adammış. Zəyi baxdı. Çıxdı. Yerləşib olur ona görə. Bastı çıxır belə. Bu vacib bir şeydir. Və belə olur. Bir də axırda hava da vurmaq lazımdır süsənlə. Sonra suyu açırsınız buradan. Bu qaldı içərisinə hava vurmaq. 2021-ci. Biraz havasını artırarıq. Suyu bomboş vəziyyətdə olanda yarımbar təzyiq olmalıdır. Havadakı bax buradan vurulur. Boş vəziyyətdə yarımbar olmalıdır təzyiq. Hamısı qaydasındadır. Sonra işlədəndən sonra suyu açandan sonra buralarına baxın, su zad olmasın hamısına. Bunları yoxlamaq lazımdır. Belə normalda buraxmır, amma hər ehtimal nəzarət eləmək lazımdır.